Onda belə çıxır ki, baxın, mən çox rastlaşıram, bizlərin də işlədiyimiz partnyorlarda da var. Baxıram ki, bir çox insanlar, bir xanımdır, gözəl göyçək xanımdır. Mən kənardan baxanda hətta həsəd belə apara bilərəm. Amma o qədər şikayət edir ki, mən bəxtim heç gətirmir, məndə heç nə alınmır. Bir dəfə də ailə qurub ayrılıbdı, 2 övladı var. Kim yaxınlaşırsa 2 aydan sonra hamısı eyni prosesdir, hamısı eyni məsələdir. Mən baxıram ki, əslində onun dediyi söz ümumilikdə bir çox adamdan eşitdiyim sözlərdir. Bəlkə heç onun həyatında o yoxdur, amma o ki sözləri eşidir başqalarından. O, yəni eyni sözləri deyirlər əslində. Bildiniz necə? Yəni heç bəlkə aidiyyatı yoxdur, amma o sözlə artıq o pis bir enerjiyə bağlamış olur məsələni. Əlbəttə. Yəni əslində burada olanların hamısı psixoloji blokajlardır. Əgər izləyicilərin zehnində sual varsa ki, misalda biz niyə gedək ki, misal Muradın yanına, o bizə nə qatacaq? Yəni buradakı proses o zehnindəki blokajı aradan qaldırmaqdır. Amma belə bir nüans da deyim. İnsanlar bəzən həyat çox sadədir əslində. Sizə bir sual verim. Sizcə həyat bizə zülm eləyir ya özümüzə zülm eləyirik? Məncə özümüzə. Həyat çox rahatdır. Biz özümüzə zülm eləyirik. Bəzən düzəlməkdən boyun qaçıraraq, inkişaf etməkdən qaçaraq və ya şəfalanmağa hazır olmayaraq. Niyə? Çünki insan dəyişmək istəyəndə, misal özümü götürürəm. Mən əgər aparsaz məni bir 10 il qabağa və o anda desələr ki, tutalım da, heç Murad deyil, nə bilim, Əli var, Hikmət var, Həsən var. Bunun yanına gedəsən, bu səni düzəldəcək. İnanın mənə, mən fəhlə belə işləsəm həmin halda, deyək ki, günü 10 manata fəhlə işləyirəm. Mən orada bütün pulumu yığıb yenə də ora gedərdim. Niyə? Əgər mənə biri fikirlərimi düzəldəcəyimi desə, pulu boş ver, mən canımı da verərdim ki, azad olum. Fikirdən, bəli. Mənim üçün ən önəmli şey beynimin o düşüncədən azad olmasıdır da. Yatanda o, duranda o, yemək yeyəndə o, su içəndə o, hər anında odur. O düşüncələr narahat eləyir. Burada illahım ki, biz terapistlərə müraciət eləməliyik. Yəni evdə özümüz heç nə eləyə bilmərik. Evdə də eləyə bilərlər təbii ki. Eləyə bilənlər də var. Amma burada belə bir nüans var. Hər insanın algı dərəcəsi, öyrənmə dərəcəsi fərqlidir və hər insan da eləyə bilmir. Yəni psixoloqların, terapistlərin belə terapiyaya ehtiyacı olur. Olmaz ki, biz belə bir seanslar necə deyim, yayımlayaq ki, onlar baxsınlar və evdə eləsinlər. Onu da eləyərik inşallah bir müddət sonra, o da alınır. Hə, çünki yəni biz izləyici burada çox adamlar danışır da. Biz hər kəsi məcbur edirik ki, siz gəlin, bizim yanımıza gəlin. Hər kəs də əlbəttə ki, özünü daha individual hesab edir də. Yəni mən tamam başqa bir şey sunuram. Mən daha yaxşısı, mən daha yaxşısında. İzləyici də baxır ki, yəni əslində bir çoxsunun dediyi söz eynidir. Yenə bir məsələ qayıdır. Mən niyə gedim? Mən niyə gedim? Zaten mövzu odur və ona görə seçilib. Çünki buradakı məsələ odur ki, bir insanlar niyə seansa gedirlər? Buradakı əsas məsələ bir bölüşmək üçün, ikinci şəfalanma üçün. Sadəcə nüans belədir ki, misal siz dediyiniz bu metodları mən çox sınamışam. Yəni kütləvi tədbirlər, canlı yayınlarda insanlara açıq qapı günləri, seanslar. Bunu bir terapist fərdi halda eləyənməz. Heç kim eləyənməz. Yəni heç bir insan kütləvi halda kim bu qədər adamı fərdi seans eləyə bilər? Mümkün deyil. Bunu qrup halında da eləyəndə individual deyirdi, heç kim dərdini deyəmir. Doğru. Yəni ona görə bu bir paradigma yaranır. Bu istəsəz də istəməsəz də ömür boyu belə qalacaq. Burada ancaq fərdi çalışır. Ancaq fərdi olmalıdır. Niyə? Tutalım ki, mənim bir problemim var və bu ailəvi bir mövzudur. Tutalım, yoldaşımla problemim var, biri deyir. Və ya qaynanamla problemim var, atası travma verib. O bunu kütlə içində danışa bilmir.